Salam əziz şagirdlərimiz. Bugün sizinlə 5 aprel 2026-cı il tarixində Dahi Akademiya kursunda 4-cü sinif dəyənəklərin kursa qəbul imtahanının Azərbaycan dili sualları ilə tanış olacaq. Başlayırıq birinci sualdan. Hansı frazeoloji birləşmə deyil? Yada salmaq, xatırlamaq, ürəyə getmək frazeolojidir. Ürəyə yanmaq və yaddan çıxarmaq frazeoloji birləşmələrdir. Ürəyi döymək isə həqiqi mənada frazeoloji birləşmə deyil. Birinci cavab E-dir. Hansı variantda nöqtələrin yerinə eyni hərf yazılmalıdır? Eyni hərf. Tüfəng, əhəng. Eyni hərf. Digərlərinə baxaq. 8, nəhəng. Olmadı. Usta, qənd. Olmadı. Əlbəttə, şagird. Olmadı. Çörək, pələng. Olmadı. Cavab A variantı. Sonra səhv yazılmış sözü müəyyən edin. Tövsiyə bir yenə yazılır. Doğrudur. Kəşfdə şəkilsiz iyyatdır. İyyat olanda iki şəkil olmalıdır. Ona görə cavab B variantıdır. Saniyə doğrudur. Qafiyə doğrudur və tərbiyə bir yenə yazılır. Doğrudur. Davam edirik. 4-cü sual. Hansı cümlələrdəki fellərə uyğun frazeoloji birləşmələrin ardıcıllığını müəyyənləşdirin? Onlar günün sonuna qədər işlərini bitirdilər. İşlərini bitirdilər, yəni başa çatdırdılar. 1B. O, əvvəlki müəllimini tez-tez xatırlayırdı, yəni yada salırdı. Nəzarətçi kağızlara baxdı, yəni nəzər saldı. 1B, 2C, 3A. Cavab C variantı. Davam edirik 5-ci sualına. Verilmiş sözlərə hansı ardıcıllıqla M-N hərfləri artırmalıdır? Demək, şən bə N ilə yazılır. Zən bil N ilə yazılır. Tən bəl N ilə yazılır. Üçü də N olduğu üçün cavab olur C variantı. Hansı variantdakı nöqtələrin yerinə samit hərf yazılmalıdır? Samit hərf yazılmalıdır. Təbiətin sirlərini. Samit gəldiyi üçün buraya yazılmaz. Müəllim uğurumuza hədsiz dərəcədə sevinir. Burada samit gəldiyi üçün yazılmaz. Düşmənə olan nifrət son həddə sahib gəldiyi üçün yazılır. Artıq bütün fənlər samit gəldiyi üçün yazılmaz. Bu gün haqlılar yenə samit gəldiyi üçün yazılmaz. Cavab C variantı. 7-ci sual. Hansı variantdakı söz doğru yazılmışdır? Demək, şokolad olmalıydı. Əjdah olmalıydı. Əqrəba, pomidor. Müdür sözü düz yazılıb. Davam edirik. Demək, 8-ci sualına. Uyğunluğu müəyyən edin. Əsgərlərimiz addımlarla irəliləyirdi. Necə addımlarla irəliləyirdi? Mətin addımlarla, dözümlü addımlarla. Ad günündə anama şeir həsr etdim. Döyüşdə xeyli düşmən əsir alındı. 1B, 2A, 3B. Cavab C variantı. Hansı bətdə yerli çalda işlənən isim var? Həm yerli çal olacaq, həm isim. Yuxarıda yerli çal var, amma bu zərfdir. Kitabdan çıxışdı qaldı, fikrim səndə. Də yerli çal var, düzdür, amma sən əvəzləşdir. 5-də ikisini mənə ver, 5-də bu saydı. Qapıda durma, içəri keç. Cavab E variantıdır. Verilənlərdən neçəsi azaltma dərəcəsində olan sifətdir? Azaltma dərəcəli sifət. Bozumtul azaltma dərəcəli sifətdir.
Yup yumru çoxaltmadır, olmaz. Kəm savad, savad isimdir deyə bu adidir. Qaraşın, bu da olmadı. Qaraşın oldu, azaltmadır. Açıq boz azaltmadır. Demək 3 dənə cavab C variantı. Hansı variantda zərf işlənmişdir? Zərf işlənib. Yaxşı şagirdlə fəxr edirlər. Burada yaxşı sözü şagirdə aid olduğu üçün sifətdir. Gecə gündüzdən sərin olur. Nə gecə? İsmi sual cavab zərf deyil. O imtahana yaxşı hazırlaşıb. Necə hazırlaşıb? Feilin yanında gəldiyi üçün tərsini bildirilir və zərf olur. Süfrədə xeyli meyvə var idi. Burada xeyli meyvəyə aid olduğu üçün saydı. Sara gözəl don. Gözəl də burada ismi aid olduğu üçün sifətdir. Cavab C variantı. Hansı cümlədə əvəzlikdən sonra vergül işarəsindən istifadə olunmalıdır? Atam o ağacı keçən il əkib. Hansı sualına cavab verdiyi zaman vergül olmaz. Hansı ağac? O ağac. Müğənni o mahnını gözəl ifadə etdi. Hansı mahnı? O mahnı. Olmaz. Kitabı mənə o verdi. Kim? İsmin sualına cavab verib. Özündən sonra feil gəldiyi üçün vergül olmaz. O qız mənim şagirdimdir. Hansı qız? Sifətin sualına cavab verib. Olmaz. O məşhur üzgüçü idi. Kim? O. İsmin sualına cavab verib. Özündən sonra sifət gəldiyi üçün vergül qoyula bilər. Cavab E variantı. Davam edirik. 13-cü sualına. Uyğunsuzluğu müəyyən edin. Feili birləşmə. Futbol oynamaq, feili birləşmə. Əhvalat danışmaq, feili birləşmə. Musiqi dinləmək, feili birləşmə. Dinləmək qabiliyyəti əsas tərəfə baxırıq. Qabiliyyət isimdir, olmaz. Demək ismi birləşmədir. Xoşbəxt yaşamaq, yaşamaq məsləhət, feili birləşmə. Həm mübtədası, həm də xəbəri olan cümləni seçin. Səlimi çox istəyirdi. İstəyirdi kim? O. Burada mübtədə yoxdur. Rayonlara gedəndə sevinirdi. Sevinirdi kim? O. Yine mübtədə ixtisar olunub, yoxdur. 5 mərtəbəli bina növbəti küçədədir. Küçədədir. Nə? Bina. Mübtədə xəbər. Cavab C-dir. Atasını çox istəyirdi. Kim? O. Mübtədə yenə yoxdur. Yaz gələndə görüşərik. Kim? Biz. Yenə mübtədə ixtisar olunub, yoxdur. Davam edirik. 15-ci sualda. Doğru olanları seçin. İsmi xəbər. Bu kitab maraqlıdır. Maraqlıdır. Necədir? İsmi xəbər. Analar qayğıkeş olur. Nədir? Feil xəbər nə etmək? Bu ən sevdiyim müəllimdir. Müəllimdir kimdir? Bu gün hava soyuqdur. Necədir? İsmi xəbər. Söylədiklərindən heç nə başa düşmədim. Feil xəbərdir. Cavab 1, 3, 4. C variantı. Hansı nümunədə səslərin sayı hərflərin sayından çoxdur? Səs çox olması üçün artacaq. Teatr necə deyilir? Elə yazılır. Əhali artmır, azalmır. Necə deyilir? Elə yazılır. Həmçinin sualdır. Cəmaatda A düşür. Burada səs azalır. Amma bizə səs çoxdur deyir. Zülümkar olacaq. Zülümkar səs artımı baş verir. Cavab D variantı. Hansı cümlədə mübtəda əvəzliklə ifadə olunmayıb? Əvəzliklə ifadə olunmayıb. Bu maraqlı kitabdır. Nə bu? Əvəzlik oldu. Bu 5 bacının bir qardaşıdır. Kim bu? Oldu. O məktub yazır. Yazır kim? O. Oldu. O atamın pencəyidir.
Atamın pencəyidir nə o oldu. Kitab ona maraqlıdır. Maraqlıdır nə? Kitab, kitab. Burada isimli ifadə olunub, əvəzli işlək yox. Cavab E variantı. Davam edirik 18-ci sualla. 18-ci sualda deyir ki, hansı hallarda defs işarəsindən istifadə olunur? Mürəkkəb sözlərin tərkib hissələrinin arasında bəli, düzdür. Dialoqlar da tirədən istifadə olunur. Ona görə səhvdir. Sıra sayıları ərəb rəqəmləri ilə yazıldıqda düzdür. Cavab E variantı. Tam cavab. Ona görə bunları tam cavab saymırıq. Cavab E variantıdır. Uyğunsuzluğu müəyyən edin. Konsert sözündə o hərfi A kimi tələffüz olunur. Konsert. Doğrudur. Doğru da qoyduğu üçün uyğundur bu. Mən tələbəyəm cümləsində ismi xəbər işlənib, tələbəyəm düzdür. Doğru da qoyduğu üçün götürəmərik. Kənd sözü yerliş yox, yönlük haldadır. Səhvdir, doğru qoyub. Demək, burada uyğunsuzluq var. Cavab da budur. Bacım sizə gələcək cümləsində sizə sözü cümləni genişləndirən sözdür. Bəli, ikinci dərəcəli üzdür. Doğrudur, doğru qoyub. Sabah görüşərik cümləsində sabah sözü hərəkətin tərzini bildirir. Xeyr, zamanını bildirir. Səhvdir. Səhvdə qoyduğu üçün bu da uyğun sayılır. Cavab C variantı. 20-ci suala baxırıq. Hansı variantda sözün leksik mənası səhv izah olunub? Şahid, vətən uğrunda canını fəda edən şəhiddir. Elə cavab ad, aqibət, son, axır. Atlet, atletlə məşğul olan idmançı. Qət etmək, yol getmək. Xələt, bəxşiş, hədiyyə deməkdir. Bu da düz. Davam edirik. Demək, gəlirik 21-25-ci suallara. Yaxşılığın gücü mətnini 2 dəfə diqqətlə oxuyuruq. Mətni 2 dəfə diqqətlə oxuyandan sonra suallara baxırıq. Mətndə tünd qara hərflə verilmiş söz hansı frazeoloji birləşmə ilə əvəz etmək olar sözü? Tünd qara hərf kömək etməkdir. Kömək etmək, ələ salmaq yox, əl çəkmək, əl saxlamaq, əli üzülmək, kömək etmək, əl tutmaqdır. Yəni yardım etmək. Mətni ideyasına uyğun fikri seçin. Kimə yaxşılıq elədin, özünü ondan qoru. Burada pislikdən danışmadı. Tək əldən səs çıxmaz. Qətiyyən güc birlikdə mövzusuna toxunmadı. Qarı düşmən dostu olmaz, düşmənlə danışmır. Dostunu de, deyim kimsən, əlbəttə dostluqdan da danışılmır. Yaxşılıq edən, yaxşılıq tapar ki, orada da qadın ona demək, onu aşılamağa çalışdı. Oğlan da qadına yaxşılıq elədi. Qadın ona nəsiyyətlər verərək düz yola çağırdı. Cavab E variantıdır. Davam edirik. Demək, mətndə təsvir olunan hadisələrin düzgün ardıcıllığını müəyyən edin deyir. Demək, ancaq öz qazancını düşünən tacir, ancaq öz qazancını düşünən tacirdən əsas hissədə danışır. Burada deyir ki, tacir həmişə düşünürdü ki, insan yalnız öz qazancını düşünməlidir. Əsas hissəyə gedir. Demək, ancaq öz qazancını düşünən tacir. Qadının sevinci. Qadın orada necə sevinir, baxaq. Qadının sevinci. Gəlir sonra qadını sevinir, razılaşdı, kömək eləyir. Demək, sonra birdən sonra gələcək 2,
qadının sevinci. Tacirin dəyişimi ən sondadır. Tacirin qadınla rastlaşması. Bəli, qadınla rastlaşır ki, sonra qadına kömək eləyir. Qadın da sevinir. 1, 4, 2, 3 cavab A variantıdır. Mətnə seçən hansı əlaqələndirmə doğrudur? Qarı, tacir. Heç kəs onu sevmir. Tacir. Yorğun görünürdü. Qarı. Davranışı dəyişir sonradan. Tacir. 2, 3, 6. Cavab C variantı. Mətndə üzərində rəqəm yazılmış sözlərdən hansı məcazi mənada işlənmişdir? Baxaq məcazi mənaya. Demək, burada birinci tacir yaşayır, həqiqi. Geniş evi vardı. Geniş ev ola bilər, həqiqi. Kömək etmək, vaxt itkisi. Vaxtı itirə bilmərik, məcazi. Qadın oturmuşdu, otura bilər, həqiqi. 5-ci sözə baxaq, hardadır. Geri qayıdır, geri də qayıda bilər. Doğrudur. Demək, 3-cü sualda oldu. 3 oldu məcazi, vaxt itkisi. Cavab burada olacaq 3. Bu qədər, sağ olun.